YouTube'da kanalıma panel necə vura bilərəm? Məlumatınız yoxdursa heç olmasın. Çünki YouTube'da panel vurmaq sizin kanallarınıza zərər verir. Gerçək abunəçiləri sadəcə 5 dəqiqədə hesablarınıza necə göndərə bilərsiniz? Bugün sizə bu haqda məlumat vermək istəyirəm. Heç bir şifrə daxil etmədən sadəcə YouTube kanal adınızı daxil etməklə istədiyiniz qədər kanallarınıza gerçək Azərbaycanlı abunəçiləri göndərə biləcəksiniz. Bəli, düz eşitdiniz. Azərbaycanlı abunəçiləri hesablarınıza göndərə biləcəksiniz. İndi isə sürətli bir şəkildə videomuza keçəcəm. Sözü çox uzatmayacağım. Sadəcə sizdən xahişim videonu sona qədər izləməyinizdir dostlar. Videonu sona qədər izləmədən mən etmədim deməyin. Məlumat vermək istəyirəm ki, bir daha şifrə daxil etməyəcəksiniz. Hər hansı bir şəkildə proqram köçürməyəcəksiniz. Bütün cihazlardan edə bilərsiniz. Həm telefondan, həm planşetdən, həm kompüterdən. İndi isə gəlin sürətli bir şəkildə keçək, görək necə edirik. Dostlar, ilk öncə YouTube kanalınıza gəlirsiniz. YouTube kanalınıza gəldiniz. Baxın, buradan YouTube kanalınızın istifadəçi adını kopyalayırsınız. Daha doğrusu YouTube kanal linkinizi kopyaladınız. Google'a gəlirsiniz. Takipçi.com yazırsınız. Çıxan ilk yaşı logolu sayt. Bu sayta daxil oldunuz. Buradan gördüğünüz kimi YouTube paketler var. YouTube paketlerine dahil oldunuz. Buradan YouTube abone paketi, istediğiniz YouTube abone paketini buradan istediğinizi seçirsiniz. Hesablarınıza ne kadar istəyirsinizsə abonəsi göndərirsiniz. Sayt Azərbaycanda 5 ildir tamamen rəsmi bir şəkildə fəaliyyət göstərir. Hər hansı bir sualınız olarsa WhatsApp bölümündən də yaza bilərsiniz. Xoş günlər arzu edirəm.